Azərbaycanda bu il ərik ili olduğunu demədən göstərir. Hər evdə yəqin ki, əriyin hər cür forması bişirilir. Mən də həm ərik mürəbbəsi, həm də ərik nektarı hazırladım. İndi gəlin sizinlə paylaşıram. Mürəbbənin sonu hüsran oldu. Bunu çoxdan çəkmişəm bu videonu. İndi paylaşmaq nəsib oldu. Amma nektar çox gözəl çıxdı. Detallı videonun alt qismində yazacağım. Aşağı hissəsinə baxarsınız videonun. Nektar çox asandır. Resepti yazacağam. Yəni su, ərik, yəni qaynadırsınız, şəkər tozu, sonra isə blenderdən keçirirsiniz. Bunu qışlıqda hazırlamaq olur. Mən gündəlik içməyə hazırladım. Və bu da mürəbbəmin hazin sonu. Nəysə, mürəbbə şokunu qoyaq bir qırağa. Bu nektarın köpüyünü hazırlayırıq. Bu arada qedim ki, mürəbbəni atmadım. Bir hissəsi tamam yanmışdı, bir hissəsi biraz qızarmışdı. O biraz hissəni götürdüm kasaya. Sonra isə qazanı da yox elədim. Gizlətdim, sonra təmizlədim, yudum, nəysə. Nektarı deməli köpüklərin yığdım. Çox qəşəngdir bu arada. Süzgəcdən keçirtmək də olar. Mən keçirtmədim, nə yalan deyim. Çünki yəni bizdə elə bir problem yoxdur. Uşaqlar problem eləmir ki, yəni nəyinsə içində nəsə var ya göründü. Amma əgər sizin uşaqlar desə ki, içində o əriyin lətləri görünə bilər, onu mütləq süzgəcdən keçirdim. Burada isə nektar artıq soyuyub və təqdim edirəm. Çox gözəl, çox dadlı idi. Bütün meyvələrdən hazırlaya bilərsiniz. İnşallah sizlər üçün yararlı bir video olmuş. Əgər videolarım kəşfiyyatda qarşınıza çıxırsa, mütləq məni takibə alın. Əminəm ki, peşman olmayacaqsınız.